Xaricə xanım haqqında mən çox eşitmişəm, bəzi yazılarında oxumuşam. Mənə belə gəlir, bəzi televizorlara göstərmək lazımdır ki, bu kəndlərdən, nə bilim, rayonlardan gedirlər, o bəziləri çıxarırlar ki, bəs belə bizim milli dəyərlərimizə uyğun olan adamları təbliğ edirlər. Amma niyə bizim, məsələn, Xaricə xanım kimi xanımlar televizorlara göstərilmir? Bəzən biz çox həddimizi keçirik müəyyən mənada. Avropa dəyərlərini o qədər təbliğ, amma biz özümüzə Asiyalı olduğumuzu unuduruq. Biz Asiya məkanında yerləşirik. Bəli, müasirlik lazımdır, düşüncədə lazımdır, ağılda, hər şeydə birinci növbədə düşüncə müasir olmalı, sonra da başqa biz hərəkətlərimizi o müəyyən standartlara tənzimləməliyik. Xaricə xanımda mən nə deyirəm, keçmişin bütün əxlaq və mənəvi dəyərlərini özündə cəmləşdirməklə müasirliyi özündə sintez edən bir qadındır. Onun hərəkəti, duruşu əsl Azərbaycan xanımı, əsl Azərbaycan qadınlarının xas olan xüsusiyyətdir. Bəs buna görə, bu hallara görə Xaricə xanım, mən sizə təşəkkürümü bildirirəm. Bu gözəl nemətdir. Onun qaldığı bu yazılığına, yazılığında mənim düz şeirlər var, orada toplanır. Amma mənim diqqətimi cəlbələn orada bir paradoksal olmuşdur. Min deməli dəyərlər görmək. Son vaxtlarda bu mətbuatda hər yerdə dəyərlərimizə qarşı hücum edirlər. Əsasən məsələn Şahsıvan Xətayı. Mən Xaricə xanım Şahsıvan Xətayı haqqında yazsın. Gördüm bu xanım həmət həqiqasıdır. Bu içindən gəlir. Biz öz dəyərlərimizə sahib olmalıyıq. O günlər televizorda, yox, YouTube kanalında bir alim, gücü alimdir. Bir dənə də üzündən bir yarın bir aparıcı tapı gətirirlər. Elə bir xəta haqqında, elə bir belə deyək ki, belə bir təxribatçı sual verir. O da onu cavablandırır. Biz öz mənəvi dəyərlərimizə sahib olmalıyıq. Necə ki, Xaricə xanım o dəyərlərimizi cavablandırır. Xaricə xanım ədəbiyyata təmənnası xidmət edir, ədəbiyyatı sevir. Və bu ədəbiyyatçıların bəzilərində elə bir ədəbiyyat yazarları var, üzə çıxar ki, bəlkə dedik, qoy onun yaşamalı həvəsi olsun, yazmalı həvəsi olsun. Mən son vaxtlar mətbuatda bəzi oxudum, mən də öz imkanı daxil məsələn, Səməvun haqqında. Bəziləri ucuz reyting qazanmaq üçün, dili reyting qazanmaq üçün bizim dahilərimizi əl atırlar. Mən həm Səməvun haqqında, həm Rizəyev haqqında, həm Şahsıvan Xətayı haqqında, digərlər haqqında yazılar yazmışlar, şeirlər, istifrar olan mətbuatda dərc olunur. Biz dəyərlərimizi sahib olmalıyıq. Xaricə xanım, siz o dəyərləri bizə tanıdırsınız. Və eyni zamanda siz də dəyərsiniz, siz də sahib olmalıyıq. Və bizdə məcbur eləməliyik, bu yolu daha da gelişləndirəsiniz. Sağ olun, bir də hamınızı salamlayalım. Təbrik edirəm. Mənim qəzəllərim gedir. Qəzəl canlı, bilsən də yaxşı ərizəsini az müraciət edirəm. Qəzəllər gedir və fikrimdən keçdi ki, hələ bir qəzəl oxuyum. Rəməl bəri fəilatı failatı. Doğulub cəhana gəldim, nə gözəl, nə xoş saatdə. Belə zərrə damla oldum, sonu yoxdur kainatda. Böyüdükcə zülmü gördüm, kədərin əlində ancaq. Azacıq fərəh də olsun, yox idi bu tərtibatda. Verilən zaman mükafat, elə heç nəsiz də qaldım. Yenə hiyləgər əlindən, əli boş bu təqdimatda. Soruşanda bir adam tək, necə sürmüsən bilsən, necə söyləyim ki, yoxdur mən həmin bu təlimatda. O qədər günah yığdım, tənimi sevindirəndə, günahın aralığından qırılar yəqin sifətdə. Yuyular cəsəd də bir gün, olacaq təmiz və saf pak. Gəzəcəksən ağdarılığın, vətən adlı yertiqatda. Bitəcək mənim də ömrüm, məni kimsə görməz əsla. Görəsən bu haqsəbərdən qalacaq mı isərətdə? Və fikirləşirəm ki, nə qədər bizim belə gözəl naşirlərimiz var, qəzet dünyalarımız var, antologiyalar baxan nəşirlərimiz var, bizdən də bir iz qalar. Hamısına sağlayıram. Mən çox şadam ki, mən də bugün burada iştirak edirəm və sizə uğurlar arzu edirəm. Başlamanız iş çox böyük bir işdir.
gelirsiniz. İnşallah, inşallah ikinci senden bununla bakarsınız Allah bize. Ben hamınızı bir daha salamlayıram ve teşekkür ediyorum. Dayanma. Sen tekrar tez gelirsin. Özellikle utanma. Onsuz soyul da her yer. Soyulma, geçirecek. Sevincimi görmedim. Buradaydım diyeceğim. Kədəri də, qəmi də gətirim sənə söylə. Görəm hələ neçə gün qalmalıyım sizə də. Azdır, çoxdur, hər kəsin öz sağlığına gəlirsən. Alnımdaki duruşun saçını gedərsin. Üzümdeki saqqalın arları da sənin idi. Ayrılığın ən başa çağırmayla sənsin. Yığmır, götür ye. Buyur, hər gün yeməyi var. Damla damla göz yaşını. Parçalanmış ürəyi var. Girib mələk cildinə sarılırsan boynuma. Gündüzü göz yazında, gecə də gir qoynuma. Əlimdən itirdiyim başımın üstündəsən. Kipriğimin ucunda, qaşımın üstündəsən. Gözlerimin içində səhərəcən oyansan. Niyə qoymursan ya? Səndən üzüm olmazsan. Gül çiçəkli ömrümə, sən elədin ağlara. Necə edin bilmirəm, sənin canlılara. Teşekkür ederim. Tam belli yaştan sonra belə deyirik, xasiyyətimi dəyişə bilmərəm, iç dünyamı dəyişə bilmərəm. Mənim üçün insanlar yaratıcı olsun, kim olsun, olduğu kimi görünüb, göründüyü kimi olmalıdır. Yoxdursa qəbul edə bilmirəm. Bəli, baxırsan ki, elə şeir oxuyub ki, tüklərin biz olur, amma girmir. Bax, bura girmir. Niyə? Çünki o adamınki də buradan buradır. Buradan demir. İki o deyil. Ona görə Xəldə xanım sizi sevirəm. Bax, mənim canım ciyərim Sevinç xanım oturub orada. Uzun yol gəlmişik, illərin dostuyuq. Bax, o Sevinç xanım da siz də mənim üçün çox qiymətlisiniz. Niyə? Olduğunuz kimisiniz, göründüyünüz kimisiniz. Sevirəm, sevirəm, bir daha sevirəm. Şair publisist tarihçisidir. Düzdür, mənim bu kitabda məqaləm çıxmıyor, amma 9-cu nömrələrdə, 1-ci nömrədə mənim məqalələrim var jurnalda. Burada da Xalidə xanım sadəcə mənim yubileyimə hədiyyə olaraq öz ürək sözlərini deyir, təşəkkür edirəm. Arzu edirəm ki, axarlı olsun, davam gəlsin, bir daha təbrik edirəm. Təşəkkür edirəm. Jurnalist, Nobel kesin təsvir edir. Zaman o dostluğu qoruyur, saxlayır. Və bir daha qayıdaraq Xəldə xanımın öz şəxsiyyətinə, çox gözəl xanım, çox gözəl ana ilə jurnalın tərtibatında da, jurnala olan münasibətdə də bu özünü göstərir, bildirir. Topluluğun bugünkü dizaynı da, bugünkü nəşri də çox gözəl bir nəşrdir. Derginin de her bir sayında bu his olurdu, onun xanımlığı, onun elmə, ədəbiyyata, mədəniyyətimizə verdiyi dəyər. Yine de siz məqaləmlə, sözlərimlə başladınız, bir daha təşəkkür edirəm. Amma mən burada olanlara, buradaki iştirak edən müəlliflərə, mən də bir müəllif kimi özümü hiss edirəm, çox xoşbəxtəm ki, bugün sizinləyəm. Bir daha teşekkürümü bildirirəm, təbrik edirəm və Xalidə xanım başda olmaqla bütün ədəbi incilər ailəsini
əməyi keçən hər kəsə təşəkkür edirəm, təbrik edirəm. Uğurlarınız bol olsun. Xalda Xanıqahanda onun yaradıcılığı çox genişdir, çox böyüdür. O bir başqa mövzudur. İnşallah onu da yubileyində yenə də onu qeyd edərək onun haqqında danışarıq ayrıca. Amma mən bir nüansı demək istəyərdim ki, Xalda xanımın yaradıcılığında bütün rəngarəng, yəni müxtəlif sahələr var, müxtəlif mövzular var. Amma mənə elə gəlir ki, ən əsası onun bir qadın obrazıdır. Və bu yəqin ki, siz də fikirlərdiniz ki, burada seçilən bütün şeylər, o qadın duyğuları, münasibətlər, yəqin ki, bu da onun ürəyinin incəliyindən, elə jurnalın adı da ədəbi incilər adlanır. Burada da yəqin ki, öz qadın duyğunu göstərə bilir. Bir daha təşəkkür edirəm hər birinizə, burada iştirak edən müəlliflərimizə, qonaqlarımıza və layihənin rəhbəri, baş redaktoru Şairə xanım, Xalda xanım yeni nailiyyətlə bunlar arzulayır. Davamlı olsun.